Azərbaycan Kart Fishing klubu bu günləri Xaçmazdadır. Qardaşlar, Azərbaycan Kart Fishing klubu bu günləri Xaçmazdadır. Deməli, bu gölü araşdırmağa gəlmişik, balıq tutmağa gəlmişik. İnşallah da ki, bir şey tutarıq, məharətimizi göstərə bilərik. Bu, hardasa hektar yarımlıq bir göldür. Bu gölü demək olar ki, bu hissəsi bizə yol verir ki, buranı araşdıra bilərik. O hissəsi biraz meşəli idi. İlk öncə buranı araşdıracaq. Əgər burada bir perspektivli bir nöqtə görsək, həmin nöqtəni yedizdirmək, həmin nöqtəyə balığı cəlb etmək və həmin nöqtədən balığı almaq. Bacardığımız qədər sizə gün ərzində informasiya verəcəyik. Yəni, burada keçirilən bütün o 2 sutkalıq balıqçılığı tam hər kəs görəcək, hər kəs izləyəcək inşallah. Qardaşlar, deməli, biz gecədən gəldik, çadırımız hazır, gecədən qaldıq və gölü araşdıra bilmədik. Səhərin açılmağı ilə bu gölü araşdırmağa. Bu, idman balıqçılığına aid deyil, dipler. Yəni, bu bacardığımız qədər, yəni tez araşdırmaq üçün gölü, suyun dibini bilmək üçün, balığın olub-olmadığını bilmək üçün istifadə edildiyimiz alətdir, dipler. Deməli, ilk işimiz balıqçılıq eləyəcəyimiz yeri araşdırmaqdır. Önümüzdə, yəni tam bu açıda, yəni bu hissədə bizə açıq olan yerdən qabağımızdakı gölün strukturu, suyun altındakı balığın olub-olmadığını yoxlamaq üçün dipperlə istifadə edəcəyik. Hal-hazırda bax, olduğu nöqtədə 4 metr 70 santı dərinliyi var. Suyun istiliyi 6 dərəcə. Yəni ki, indi yığdıqca ekranda aşağıda balığın olub-olmadığını göstərəcək. Yığılsın. Bunu yığaq. Deməli, spomplamaq və klipsaya vurmaq. Yəni, olan distansanı, ölçünü, atacağımız uzunluğa seçib distansiyaya vurmaq. Zəhmət olmasa yerdəki lineykanı göstər. Yəni bu qalın kəmərdən hazırlanmışdır. 1 metrə aralarla xəttənib. Hal-hazırda 2 çubuğun arasındakı məsafə 5 metrdir. Bu 5 metrə ilə biz sayırıq distansanı seçmişik 100 metrə. 100 metrə olaraq bunu burada birincinin başına 1-2 dəfə fırlatdıqdan sonra friksiyonu açırıq və buradan keçirtdik, qaytardıq. Yavaş-yavaş göstərirəm ki, görəsiniz. Yəni, buradan keçirtdik, içindən qaytardıq. 1, saydıq da, 1, 2, bu üçüncüdür. 3, 4, 5, 6, 7, 8, bu şəkildə davam edirik tam 20'ye qədər. Qardaşlar, 20 dəfə getdik, gəldik. Hal-hazırda 100 metrədəyik. Burada bir dənə tam, yəni klipsamızı itirməmək üçün belə bir petlə eləyirik. O petlənin içindən belə bir pliçonka, şunur soku qoyuruq arasına və onu sıxırıq. Bax, bu sıxılmış vəziyyəti. Bu bizim təmiz 20 metrəmizdir. Və bunun bu şəkildə də tam bu ucundan olduğu kimi katuşkanın üstündə
klipsaya vururuq. Buradakı bunun klipsasına vururuq. Və burada da klipsaya vuruldu. Deməli bizdə nə oldu? Həmin o məsafədə ora çatdığımızda 100 metrə. İndi isə bunu geri yığım eləyirik. Əlimizi biraz dik saxlayırıq. Leska tam tarım şəkildə olsun deyənə. Əlimizi biraz dik saxlayırıq. O bağlandığı yerdən özü çıxır. Çıxmadı da az bir tərpətdikdə bax bu vəziyyətdə. Bax bu vəziyyətdə. Bu vəziyyətdə yığılır. Bizim klipsamız 100 metrədə hazırdır. Bu spompdur. Biz klipsanı vururuq 100 metrədə spomplamaq üçün. Dərinliyi nəzərə alıb 105 metrədə, 106 metrədə balığımızı tuturuq. Yəni balıq tutmaq üçün udil işçələrdə. Bu spomp udil işçəsidir. Pliçonkadır. Qabağına da zabros üçün vurulan yenə də pliçonkadır. Yəni burada ancaq pliçonka işlənir. Hə, qardaşlar, distansamızı seçmişik, 100 metrəni yedizdiririk. Yedizdirmək şəkli əslinə qalanda 2 nəfər olmalıdır. Bir nəfər yemin başında, bir nəfər də atış etmək üçün. Yer orada da durur. Yemin bu şəkildə doldururuq bura. Yanlarını təmizləyirik ki, belə tam tarım otursun bura. Bu şəkildə. Bunu sıxdıqdan sonra bir-iki dəfə əlimizdə belə çırpırıq, preslənir aşağı. Bu dəqiqə atışa hazır vəziyyətdədir. Qalxdıq ayağa, boşluğunu aldıq. Atışları birinci kalso ilə ikinci kalsonun arasında belə bir məsafədə saxlayırıq. İndi isə atışımızı eləyirik. Distansamız 100 metrə. Atışdan sonra klipsaya vurmalıdır. Klipsaya çatmalıdır. Dik saxlayırıq. Tam klipsa. Tam klipsa. İndi bunu yəni sudan çıxdı. Bax bunu tez-tez yığmaq lazımdır. Bax, bu qaydada tez-tez yığmaq lazımdır ki, suya batmasın. Batdıqda problem yaradır, ağırlaşır. Bu şəkildə hazır. Qardaşlar, indi də yemlərimizi qarmaqlarımıza tapdıq. Montajlarımız bunlar. Sarımsaqlı boyu, tiger nut dediyimiz tigrov varıq. Bir də pupap. Yəni 3 dənə montajla başlamaq istəyirik, yoxlamaq istəyirik ki, görək bunlardan hansına. Bu yerli cəmaatdan eşitdiyimizə görə sarı rəngə daha çox üstünlük verir. Sarımsağa daha çox üstünlük verdiyinə görə bu montajlarla ilk atışlarımızı eləyirik. Qardaş, montajlarımız hazır. Distansiyalarımız klipsavat olunub. Biz burada düz xət üzərində işləmək istəyirik. Meşə tərəfdən balığı özümüzə çəkmək istəyirik. Yedirdiyimiz nöqtəni bir xət üzərində yemlədik. 10 metrə arayla bir xət üzərində 100 metrə olaraq yemlədik. 105 metrə də dərinliyi nəzərə alıb, 105 metrədə də bu tutacağımız çubuqlarla klipsavat olunmuşuq. İndi həmin nöqtələri də sağdan başlamaq şəkli ilə ki, sağ, orta və sol. Yəni o 10 metrə məsafədə 10 metrənin sağı, 10 metrənin ortası, 10 metrənin solu olaraq o xəttin üzərinə yemlərimizi göndərəcəyik. İlk atışımızı eləyirik. Bu gedir 10 metrənin sağ tərəfinə. Klipsaya vurdu. Klipsamızdan 2 metrə bizim boşluğumuz var. O boşluğu alıb çubuğu yerinə qoyuruq.
az bir şey sıxırıq, əllə yoxlayırıq. Balığın çəkə biləcəyi qədər boşluq veririk onunla. Bəs elədi. Swingerimizi taxdıq. Siqnalizatoru vurduq. Hal-hazırda balıq vurarsa bu balığın vuruş. Ön tərəfə, arxa tərəfə çəkilişindən yəni bilinir ki, nədir. İkinci atışımızdır. Deməli, bu gedir 10 metrənin ortasına. Klipsə vurdu, nöqtə düşdü yerinə. Boşluğunu alırıq, çubuğu yerinə qoyuruq. Bunu da eyni qaydada friksiyon açılır. Bu şəkildə. Yəni balıq götürdüyü zaman siqnalizator çalışsın. Swinger taxılır, siqnalizator çalışdırılır. Bir dənə epizod yoxlayırsınız ki, siqnalizator çalışır vəziyyətdədir. İndi də üçüncü atışımızı eləyirik. Üçüncü atış da 10 metrənin sol tərəfinə. Qardaşlar, atışlar bitdi, çubuqlar yerində, hamısı öz distansalarında. Deməli, balıq çıxartdığımız zaman matımız burada, balığı çəkmək üçün çantamız burada. Sonra spompladıq, eyni distansiyanı işlədiyimizə görə 100 metrəlik, yəni bir spompla işləyirik. Yemimiz qabımızda, spomp durub, saçokumuz da yerində. İndi bir saatdan sonra təkrar atışlar üçün yeni qarmaq takımları hazırlamalıyam. Onu da gedim yerimdə oturum çayımı içə-içə qəşəng bu takımlarımı hazırlayayım. Qardaşlar, bax bu da bizim deyək ki iş yerimiz. Yəni ki konkret ikinci atış üçün bir saatdan sonra yeni 3 dənə takım hazırlamalıyıq, qarmaq takımı. Ona görə gəlib iş masamızda otururuq. Bir çantamız burada yemək çantasıdır, yemlərdir. Yəni bunlar hamısı yemdir. Bunlara. Bunlar da bizim yəni rig takımlarımızı yığmaq üçün, yəni hazır rig takımları mən evdə yığıb hazır gəlirəm bura. Bunlar hamısı rig takımlardır. Buradan indi ikinci atış üçün seçib 3 dənə qarmaq, 3 dənə takım qoymalıdır bura. Ona görə buradan bir seçim edirik. Deməli belə. Bir montaj, 2 montaj. Bu da bizim 3-cü montaj. Yenə də eyni şəkil. Bir pop-up, bir boil, bir də tiger knot, tigrov varix düzəldəcəyik. Ona görə başlayırıq. Əvvəlcədən evdə hazırladığım tiger knot dediyimiz, tigrov varix dediyimiz malzemə budur. Bunu mən konserv şəklində hazırlayıram. Bu əvvəlcədən islanılır, sonradan isə pişirilərək bu səviyyəyə gətirilir. İndi içinə
duzunu, necə deyirlər, şəkərini atırıq. Belə bir konserv alınır. Buradan gözümüzə, xoşumuza gələn birini seçirik. Bir dənə boylu işlədəcəm. Bu dəfə qırmızı tozlanan boyludan istifadə etmək istəyirəm. Bu qablar, yəni içindəki özləri deyil. İçindəkilər başqa şey, qabları istifadə edirəm. Bir də sarımsaqlı sarı. Bu da belə. Bunları sarımsaqlı sarını bu batan boyludur. Bunu stabilləşdirmək üçün üstünə pupa işlənəcək bununla bərabər. Ruslarda buna siniqarik də deyirlər, şey də deyirlər, yəni bu şəkildə. Bunlar bir-birlərinin üstündə bax bu şəkildə olacaq. İlkindən başlayaq. Buna Tiger Nut vururuq. Tiger Nut'ın öz effektini göstərməsi üçün bu qabığı az bir şey qaşıyın. Bu qabıq qaşındığı zaman o iç dadını çölə verir. Balıq onu daha tez hiss eləyir, daha tez götürür. Amma belə az bir şey ağarır, ona yetir. İynədən istifadə edirik. Tək bir bacardığımız qədər ortadan deşilir və bu hissəsinə stopper qoyulur. Montaj bu şəkildədir. Arxasına da karabinə keçirdikdən sonra üstünə keçirilən həm dolaşmağa mane olan, həm də karabinin ağzını bağlamaq üçün belə bir malzemə keçirilir. Burada bir fikir dəyişikliyi oldu. Sarı ilə qırmızını birləşdirməyə qərar verdim. Big Fish üçün. Bu heyvansal yemdir, bu sarımsaqdır. Belə bir şey düzəldəcəm. Niyə görə fikir dəyişdirdim? Seçdiyim pavadok Big Fish'in pavadokudur. Uzun saplarla. Ona görə dedim ki, montaj Big Fish montaj olsun. Buna stopper deyirlər. Yəni ip buradan çıxmasın. Boylular burada düzgün qaydada qalsınlar yerlərində. Bu da onun aşağı stopperi. Yəni ki, sürüşüb aşağı gəlməsin. Bu da onun bel rezini. Bu qaydada. Bu da onun lentayka deyilən malzəməsi. Tam montaj bu qaydada. Bu şekilde gelir. Bu qırağı da bax burada qalacağım. Sonra girib götürəcəm. Hə, qardaşlar, spaçinim.
Ha qardaşlar, ikinci günün tamamıdır. Balıqçılığı bitiririk. Bu günləri səhər saat 10 radələrində bir balıq götürdük. Axşama doğrudur, balığımızın buraxılma vaxtıdır. İndi balığı sudan gətirib çəkisini ölçəcəyik. Sonra müalicə ehtiyacı varsa müalicəsini eləyəcəyik. Sonradan bu bizim Xaçmaz gölünə hədiyyə eləyəcəyik. Ona görə ki, bu balıq buradan çıxıb Azərbaycan Carfishing Klubu adından bu gölə hədiyyə buraxırıq o balığı. Ya Allah. Bunu tam çıxartmayacağım indi. Prosta balığı sizə göstərim. Ondan sonra biz tərəzi ilə balığın çəkilişini eləyəcəyik. Bizim balıq dişi balıqdır. Bizim balığımız dişi balıqdır. Bunu kürlüdür. Balığımız bu. Boyu hardasa 65 sant olar. Yəni metrə gətirməmişik, yəni bu dəfəlik. Bu da sizə salam deyir. Gözəllik. İndi balığımızın çəkisini bilək. Ondan sonra suya iade edək. Tərəzi sıfırlandı. İlk çanta ilə bir yerdə çəkirik. Sonra çantanın ağırlığını onun ölçüsündən çıxacaq. 5 kilo 225 qram. Çanta ilə bir yerdə. Balığı gedirik buraxmağa. Ondan sonra gəlib çantanın ağırlığını çəkəcəyik. Balıq buraxırlarkən heç vaxt göydən balıq atmayın. Balığı suyun içində buraxılmalıdır. Bu həm carfishing qaydasıdır, həm də balığa ziyan verməmək üçün. Bizim balığımız Xaçmazda tutulub. Xaçmaz gölünə bunu hədiyyə eləyirik. Ona görə də hamıdan xahiş edirik ki, bu elədiyimiz iş sizə nümunə olsun. Bizim Azərbaycan Carfishing Klubunun devizi var. Yaşat ki, gələcək nəsil də yaşasın. Xoş getdin. Çox yaşa. Bax, indi bunu yaxşı-yaxşı çırpırıq. İçində su qalmasın. Belə də ki, vacib deyil, çempionat deyil. Bizə düşən vəzifəni yerinə yetirdik. Balığın prosta çəkisini bilmək üçün, tam çəkisini bilmək üçün, bəlkə gələn il yenə də tutarıq o balığı. 1 kilo 695 qram, 1 kilo 700. Yaxşı çırpılmadı. Biyaqları kilo yarım gəlmişdi. Vəssalam. Hamıya uğurlar. İnşallah bu bizim ilk səyahətimiz idi. Azərbaycan Carfishing Klubu olaraq. Birinci və axırıncı olmasın, axarıncı olsun. İnşallah da ki, ayrı-ayrı göllərdə, ayrı-ayrı rayonlarda İnşallah bu çəkilişlərdən çox eləyəcəyik. Bizi izləməyi unutmayın. Azərbaycan Carfishing.